Salam uşaqlar, xoş gördük hər birinizi. Deməli, Güvən Nəşriyyat 9-cu sinif kitabından 100-ə qədər gəlib çıxmışdıq. Dördbucaqlılar mövzusun 101-dən başlayıb izahlar təqdim edirəm sizə. Başlamamışdan qabaq ənənəvi olaraq enirik, kanala abunə oluruq, bütün videoları bəyənirik, rəy yazırıq. Qohum, tanış hamını kanalımıza abunə edirik ki, böyüyək, səsimiz daha çox şagirdlərə gedib çıxsın. Dediyim hər şey pulsuzdur. Yaxşı? Başqa da bir şey istəmirəm sizdən. Əvvəlcədən hər birinizə təşəkkür edirəm. Deməli, başlayaq 101-ci çalışmayla. Bismillah. Deməli, 101-də nə deyir, nə istəyir? Trapesiyanın oturacaqları AB, yan tərəfləri CD. Trapesiyanın daxilinə çevrə çəkmək üçün aşağı şəklərdən hansı ödənməlidir? Mən bilməliyəm və sən də bilməlisən. Nəyi? Trapesiyanın və yaxud da ümumi olaraq dördbucağlının o vaxt daxilinə çevrə çəkmək olur ki, qarşı tərəflərinin cəmi bərabər olsun. Yəni, A ilə B-nin cəmsi C ilə D-nin cəminə bərabər olmalıdır. A plus B bərabərdir C plus D. Harada verib? D variantında. 102-ci çalışmamıza baxaq. Trapesiyanın hündürlüyünü deyir, tapın. Burada nə edə bilərəm? Elə bunun üzərində göstərəcəm mən sizə. Özümə çox əziyyət vermirəm. Buradan bir hündürlük endirirsən, buradan da bir hündürlük endirirsən. Hündürlük endirən kimi buna bir h desən, bax, nə baş verəcək? Deməli, bura 5 olacaq. 15-dən çıxanda 5 nə qalır? 10. Düzdür. Deməli, bax, bu hissə ilə bu hissənin cəmsi 10-dur. Buna x desəm, burada olacaq 10 minus x. Burada 2 dənə Pifagor teoremi var. Bax, h-ın kvadratı üstə gəlinsin. 10 minus x-in kvadratı bərabərdir 8-in kvadratına. Digər tərəfdən h-ın kvadratı üstə gəlinsin. X-in kvadratı bərabərdir 6-nın kvadratına. Düzdür. Buradan h kvadratı bərabərdir 8-in kvadratı çıxılsın 10 minus x kvadratı. Eyni zamanda h kvadratı bərabərdir 6-nın kvadratı çıxılsın x-in kvadratı. Düzdürmü? İndi, hər ikisi h-ın kvadratı olduğuna görə bunları bir-birinə bərabər götürə bilərəm. Yəni, 8-in kvadratı çıxılsın, 10 minus x-in kvadratı bərabərdir, 6-nın kvadratı çıxaq x kvadratı. Müxtəsər bir mat üstürü kimi bunu açsam, 64 çıxılsın, 100 üstə gəlinsin 20, x çıxılsın x kvadratı bərabərdir, 36 çıxılsın x kvadratı. Hər iki tərəfdə x kvadratlar mənfi olduğuna görə bir tərəfə keçəndə gedəcək. Buradan 20x bərabərdir. 64-dən 100 çıxanda nə qalır? Mənfi 36 qalır. Burada düzdür. Digər tərəfə keçəndə 36 ilə toplanır, olur 72. Buradan da x bərabərdir. 72-ni 2-yə böləndə 36, ona da böləndə 3/6. Bax, mən nəyi tapdım? Bu x-i tapdım ki, 3/6-dır. Onda h-ı tapmaq üçün h-ın kvadratı üstə gəlsin, x-in kvadratı bərabəri də 6-nın kvadratına. Onda buradan h-ın kvadratı bərabərdir 6-nın kvadratı çıxaq x-in kvadratı. X-i da tapdığıma görə h-ın kvadratı bərabərdir 6-nın kvadratı çıxılsın 3/6-nın kvadratı. Təbii ki, 36 çıxılsın 3/6-nın da kvadratı yüksəldərəm. Ya da ki, belə eləyirəm. 6 çıxılsın 3/6, 6 üstə gəlinsin 3/6 yazaram. Buradan h kvadratı bərabərdir 6-dan 3/6 çıxanda 2/4 qalır. 6-nın üstünə 3/6 gələndə 9/6 eləyir. Vuraq 9/6. Düzdür. Bu da h bərabərdir 2/4 vurulsun 2/4 vuraq 4 olduğuna görə kök altında. Buradan da çıxır 2/4 vurulsun 2, cavab eləyir 4/8. Ümid eləyirəm ki, nə yazdığımı başa düşdüm. Çalışdım ki, kifayət qədər aydın deyim. Tamam, bu belə. Növbəti sualımız 103. 103-cü çalışmada nə deyir bizə? Diagonalları perpendikulyar olan bərabəryanlı trapesiya. Gəl bir bərabəryanlı trapesiya çəkək. Amma bu trapesiya elə trapesiyadır ki, bunun diagonalları mən yaxşı çəkmədim əslində. Diagonalları qarşılıqlı perpendikulyardır. Diagonalları perpendikulyar olan bərabəryanlı trapesiyanın oturacaqları 2 və 8-dir.
2 və 8-dir. Diaqonallarının uzunluğunu tapın. Diaqonalın uzunluğunu tapın. İndi burada əslində qayda da var və yaxud da heç qaydadan istifadə eləməyib özün də göstərə bilərsən nəyi. Bunun diaqonalları bir-birinə bərabərdir. Çünki bərabər yanlı trapesiyadır. Mən buradan belə bir paralel xətt çəksəm, bax, A, B, C, D-də BD-yə paralel xətt çəkirəm. Və bunu burada birləşdirəndə, burada bir K desəm, bu düzbucaqlı üstbucaq olur avtomatik. Və bura 2 olduğuna görə burada 2 olur. 8, 2. AK bərabər olur 10-a. Diaqonallar da bir-birinə bərabər olduğuna görə buna D desəm, bu da D olur təbii ki. Çünki buna paralel çəkmişəm. BD-yə paralel. Onda nə baş verir? Bərabər yanlı düzbucaqlı üstbucaq alınır. Yəni D kvadratı üstə gəlsin D kvadratı bərabər olur 10-un kvadratına. Buradan 2D kvadratı bərabər olur 100-ə. D kvadratı bərabər olur 50-yə. D bərabər olur kök altda 50. Kök altda 50 də 5 kökdə 2 deməkdir. Belə. D variantı. Qayda olaraq nə yadında saxlaya bilərsən? Diaqonalları qarşılıqlı perpendikulyar olan bərabər yanlı trapesiyada 2D kvadratı bərabərdir A plus B-nin kvadratına. Yəni 2D kvadratı bərabərdir A plus B-nin kvadratına. Yəni oturacaqları cəminin kvadratı bərabərdir diaqonalların kvadratları cəminə. Pifaqor teoremindən çıxan bir nəticədir. Yadında saxlaya bilərsən bunu. Cavab olur D variantı 103-cü sualımızda. 104-cü çalışmada nə deyir, nə istəyir bizdən? Belə bir trapesiyadır. Deməli, gəl biz də çəkək bunu. Deməli, bərabər yanlı trapesiyadır. Bu da bura perpendikulyardır. A, B, C, D. Bura 25'dir uşaqlar, bura 15'dir. Deməli, bu bir-birinə bərabərdir. Tamam. D trapesiyanın hündürlüyünü tapın. Taparam, problem yoxdur. Bax, buradan bir hündürlüyü endirirəm. Bu qırmızı hündürlüyü axtarıram. H deyirəm buna. Nə baş verir burada? Buradan da bir hündürlüyü endirirəm, amma bunu qırıq-qırıq endirirəm özüm. Bu bərabər yanlı trapesiya olduğuna görə 25-dən çıxıram 15-i bölürəm 2-yə. Nəyə görə? Bax, 10 bölünsün 2 bərabərdir 5. Bax, burada 5'dir bu hissə, bura qədər. Bu da 5'dir. Mən buna qulaq deyirəm. Trapesiyada, bərabər yanlı trapesiyada yuxarı oturacaqdan aşağı oturacağa 2 hündürlüyün ikisini də endirəndə bu qulaqlar bir-birinə bərabər olur. Aydındır. İndi mənə bu ikincisi lazım deyil. Bu ikinci 5 yazdığım lazım deyil. Bu qulağın 5 olduğunu bildim, bax bunun. Bu 5'dirsə, bütöv oturacaq 25 edirsə, onda bu nə olur? Bu hissə olur 20. Bu 25'i silirəm burada. Yaxşı. İndi nə görürsən burada? Yəqin ki görürsən, düzbucaqlı üstbucaqda metrik münasibət. Düzbucaqlı üstbucaqda düzbucaq təpəsindən çəkilən hündürlüyün kvadratı bərabərdir hipotenuzu böldüyü hissələrin hasilinə. Buradan H kvadratı bərabərdir 100-ə, H bərabərdir 10-a. O da olur A variantı 104-cü çalışmada. Növbəti çalışmamız 105. Belə bir trapesiya verib bizə. Bunun üzərində işləyəcəm elə. Uşaqlar, yenə də buradan bir hündürlük endirirəm. Hündürlük endirən kimi bura 90'dır. Bütöv 5 olduğuna görə bu hissə olur 2. Bu da 6'dır. Düzdür. Bayaq dediyim söhbət bax. Burada bir dənə M desəm, bax EM vurulsun MD bərabərdir CM'in kvadratı alınır. Yaxşı? Yəni 2 vurulsun MD bərabərdir 6'nın kvadratına. Buradan MD bərabərdir 18'ə. Bax, mən MD-ni tapıram 18. Aha. Məndən CD-ni soruşur. Artıq düzbucaqlı üstbucaqda CD-nin kvadratı bərabərdir 6'nın kvadratı üstə gəlsin 18'in kvadratı. Buradan CD kvadratı bərabərdir 36 üstə gəlsin 324. Buradan CD kvadratı bərabərdir 360'a. CD də bərabərdir. Deməli 9 vurulsun 40'dır 360. 36 vuraq 10'da. 9 vurulsun 40'ı nə edirəm? 36 vuraq 10 yazsam 6 kökdə 10 olacaq. O da olur E variantı 105-ci çalışmamız.
106-cı çalışma. 106-cı çalışmada deyir, rombun 3 bucağının cəmsi 260-dır, kör bucağını tapın. Mən bilirəm ki, rombun bucaqlarının cəmsi 360-dır. Əgər 3 bucağının cəmsi 260-dırsa, onda 360-dan 260-ı çıxaram, qalır 100 dərəcə. Deməli, vəziyyət belədir. Bu 100-dür, bu 80-dir, bu da 80-dir, bu da 100-dür. Bizdən kör bucağını soruşduğuna görə cavab olur 106-da da yenə E variantı. 107-ci çalışmamız. Bizdən soruşur, ABC bucağın soruşsun, yaxşı eləyir. Hansı tərəflər bir-birinə bərabərdir? AB bərabərdir CD, bərabər yanlı trapesiyadır. Uşaqlar, onda bu 36, bu 70 toplayanda nə eləyir? 36 üstə gəlinsin 70 olur 106. 180-dən çıxaram 106-nı. Müəllim, niyə? Çünki 3 bucağın daxili bucaqlarının cəmsi 180 olur. Qalar 74. Deməli, bura 74-dür. Bax, bu 74-dürsə, onda burada bütöv 74 olur. Və bərabər yanlı ümumiyyətlə trapesiyada yan tərəfə bitişik bucaqların cəmsi 180 olduğuna görə təzədən 180-dən 74-ü çıxanda qalır 106. Deməli, həmin B bucağı 106 dərəcədir. O da olur A variantı. Növbəti sualımız 108-ci çalışma. Paralelogramın diagonallarından biri kiçik tərəfinə perpendikulyardır. Tamam. Paralelogramın diagonallarından biri. Gəl çəkək görək. Bəzən şəkli çəkməmiş, heç nə başa düşmürük. Bax, söhbət belədir. İndi başa düşdük, bax. Görürsən? A, B, C, D paralelogramıdır və AB perpendikulyardır BD diagonalına. Görürsən? Tamam. Digər diagonal isə tərəfləri ilə 20 və 40 dərəcəli bucaq əmələ gətirir. Bax, digər diagonal çəkirəm. Digər diagonal tərəfləri ilə 20 və 40 dərəcəli bucaq əmələ gətirir. Tamam. Onda paralelogramın deməli bu iti bucağı 60 dərəcədir. 60 dərəcədirsə kör bucağı 120 dərəcə olmalı idi. İndi bura bu hissə 90-dırsa, ki 90-dır, onda bura nə qədər qalır? 120-dən 90 çıxanda 30 dərəcə qalır. Bizdən görək nə soruşur? Diagonallar arasında iti bucağı. Bizdən bunu soruşurmuş. Diagonallar arasındakı bu da iti bucağı soruşur. Təbii ki, bura 40-dır. Bura 90-dır. Onda bura nə qədər qalır? 50 dərəcə. Çünki düz bucaqlı, üst bucaq daxı bu. Yaxşı, istəyirsən, yaxşı başa düşmədinsə, sualı gərək axıra qədər oxuyardım. Vəziyyət belədir. Heç buna ehtiyac yoxdur. Bura 90-dır, düzdür. Bura 40-dır, özü verib. Bu bucaq neçə dərəcə olur? 50 dərəcə müəllim, bitdi. Bunu soruşur bizdən. C variantı. 108. Yaxşı. 109. Yan tərəfi kiçik oturacağına bərabər olan bərabər yanlı trapesiyanın diagonalı böyük oturacağa bərabərdir. Gəl çəkək, sonra baxaq. Heç nə başa düşmədim. Gəl çəkək. Baxaq görək bizə nə deyir. Aha. Deməli, yan tərəfi kiçik oturacağa bərabər olan, bərabər, bura A-dır, bura A-dır, burada A-dır. Çünki elə deyir. Yan tərəfi kiçik oturacağa bərabərdir deyir. İndi başa düşürəm. Bərabər yanlı trapez diagonalı böyük oturacağa bərabərdir. Bax, bu diagonal da böyük oturacağa bərabər. Böyük oturacağa B desəm, bu da B-dir. Tamam. Bu trapezin iti bucağını tapın, gəl tapaq. Bax, bura bir, necə deyim? Gəl bura deyək. Bura bir alfa deyirəm. Onda bura da alfadır. Nəyə görə? Çünki paralel düz xətlərin kəsənlə əmələ gətirdiyi bucaq olduğuna görə. Digər tərəfdən bu üç bucaq bərabər yanlıdır, yəqin ki görürsən. Onda bura da alfadır. Düzdür. Aha, əla. İndi nə qaldı? Deməli, onda burada nədir? 2 alfadır. Düzdürmü? Çünki bu 2 alfadırsa, bu da bərabər yanlı trapesiyada oturacağı bitişik bucaqlar bərabər olur. İndi bu üç bucaq da bərabər yanlı üç bucaqdakı BB-dir. Onda bura nədir? Burada deməli 2 alfadır. Onda belə çıxır ki, 2 alfa, 2 alfa, alfa. 2 alfa, 2 alfa və alfanın cəmsi 180 dərəcə olmalıdır. 5 alfa bərabərdir 180-ə, alfa 30 dərəcədir. Bizdən soruşur, bu trapesiyanın iti bucağını tapın. İti bucağı 2 alfa olduğuna görə 2 vurulsun 30 bərabər olur 60 dərəcə. O da olur D variantı 109-cu çalışmada.
Neçənci çalışma? 109-cu çalışmada. Burada verib E variantı. Burada səhvlədim. 180-i 5-ə bölüb 30 yazıram. 36. 2-ni də 36-ya vuranda bəli, 72. Dəqiq. Az qala deyəcəkdik, kitab səhvdir. Tamam. Amma aydın da gedişatımız eynidir. Yəni bölmədə olur da. Texniki səhvlərimiz olur. Bu aralar bayağı bir çox olur özdə. 110. 110-cu çalışmada nə deyir? ABCD düzbucaqlıqda AC və BD deyən O nöqtəsini kəsir, X-i tapın. Mən bilməliyəm və sən də bilməlisən. Nə? Düzbucağın diaqonalları kəsir, kəsmə nöqtəsində yarı bölünür. Onda OA bərabərdir. OA bərabər olur uşaqlar OC-yə. Aydındır. OA 5x-dir. OC də 3x plus 4-dür. Buradan 2x bərabər olur 4-ə, x 2-dir. Bizdən də x-i soruşurdu. Cavab olur A variantı. Növbəti sualımız 111-ci çalışma. Deməli, bizə deyir ki, rombdur. Bu cavan oğlan rombdur. A, D, S, B. Və bunun uzantısını çəkib belə. Buradan da bir hündürlük endirib. Bura 12-dir, bura H-dır. Bura da 5-dir. Bura 13-dür avtomatik. Müəllim, necə bildin bunu? Pifagor teoremindən. Pifagor teoremindən 5-in kvadratı, 12-nin kvadratı bərabər 13. Rombun bütün tərəfləri eyni olduğuna görə bu arada hamısı 13 olur. ABCD trapesiyasının perimetrini tapın. Hansının? A, C, D, H. A, C, D, H. Bunu ərəb dilində niyə verirsən? Heç bir dənə bura fikrim, mən səhv yazmamışam ki. A, bax A, C, D, bu da H. Belə trapesiya var. Xeyr, belə trapesiya yoxdur. Bu demək istəyir ki, uşaqlar, A, D, C, A, D, C, H demək istəyir güya öz aləmində. Amma hərflərin yerini səhv verib. Nəsə, çox fikir verməyək buna. Bax, bunun bizdən perimetrini istəyir. Bizdə bunun tərəflərin hamısı var da əlimizdə. P bərabər olacaq 13, üstə gəlsin 13, üstə gəlsin bu tərəfi 12, üstə gəlsin bu tərəfi də 18. 30, 26, 56. Cavab olur B variantı 111-ci sualımızda. Əvvəl B-lə texnik səhv olmurdu. Yəni, belə bir problem olmurdu bu güvənin suallarında. Amma bu il bayağı bir səhvlər var. Sual olaraq da səhvlər var, cavab olaraq da səhvlər var. Deməli, 112-yə baxaq, nəsə olur. Ona görə də çox ürəyinizə salmayın belə şeyləri. A, B, C, D. Buradan bir xət çəkib. Deməli, bura 55 dərəcədir. Uşaqlar, bununla bu bir-birinə bərabərdir. Burada E-dir. Bucaq AD-sını soruşur bizdən. A, D, S. Bax, söhbət bu qırmızı bucaqdan gedir. Alfa deyirəm. Mən sizə deyim. Bura 55-dirsə, bax, bura 55-dirsə, onda bura da 55 olur. Nəyə görə ay müəllim? Çünki paralel düz xəttlərin kəsənlə əmələ gətirdiyi daxili sərfəz bucaqlar olduğuna görə. Onda bu bərabər yanıldı axı. Çünki buna məsələn A desəm, bu da A-dır. Verib də öz iki bərabərdir bunlar. Onda burada 55-dir. 55 nə edir? 110. Bura nə qədər qalır? 70 dərəcə. Paralelogramın bir tərəfinə bitişik bucaqların cəmsi 180 olduğuna görə alfa bərabərdir. 180 çıxılsın 70. Cavab olur 110 dərəcə. O da nə variantıdır? D variantı 12-ci çalışma. 113. 113-də deyir ki, ABCD düzbucaqlısında B bucağının tən böləni AD tərəfini. Gəl birinci bir dənə düzbucağı çəkək. Ondan sonra davam eləyək söhbətə. B bucağının tən böləni bunu gəlib E nöqtəsində kəsib. Mən bilməliyəm, bura 45-dir. Düzbucaqdan söhbət gedir. Bu da 45-dir. Bura 90-da avtomatik, burada 45-dir. Yəni, burada bərabər yanlı düzbucaq yaranır. A-yə bərabərdir ED. Mən yaxşı çəkməmişəm. Amma A-yə ilə ED. Bu da 12-dir, bu da 12-dir. Onda bu tərəf 24 olur.
Təbii ki, bu bərabər yanlı olduğuna görə burada 12 olur. Bizdən də soruşur perimetrini tap. Perimetrini tapanda olacaq 12 üstə gəlinsin 24 vurulsun 2. Olacaq 72. Cavab olur D variantı. 113-cü sualımızda. 114-cü çalışmada deməli maraqlı çalışma oxşayır. Gəlin burada bunu yaratmağa çalışaq. A'dır, B'dir, C'dir, D'dir. Burada bir E nöqtəsi var. Buradan belə çəkib, buradan belə çəkib. Nə baş verib? Bura 90 dərəcədir. Bura 6-dır, bura 16-dır. Burada E'dir. Bu da tənböləndir deyəsən. Tamam. Deməli deyir ki, ABCD paraleloqramında AB perpendikulyardır. BE bildim. Bucaq BCE bərabər B, CE bərabərdir. ECD, tamam, bu tənböləndir. Deməli, bura alfa desən, burada alfadır. Sonra BC 16'dır. AB də 6'dır. Bizdən nə istəyir? BE-ni. BE-yə də bir X deyirəm. Burada deməli, nə eləyə bilərəm? Fikirləşirəm. Tənbölənin xassəsi yoxsa deməli, nə eləyə bilərəm? Baxaq. Bu tənbölən də düzdür. Tənbölən olduğuna görə. Bura alfadırsa, onda bura nə olacaq? Alfa. Niyə? Yenə də paralel düz xəttlərin kəsənlə əmələ gətirdiyi bucaq olduğuna görə. Bura alfadırsa, burada alfa olmalı. Düzdürmü? Bəli. Burada nə alınır? Burada alınır ki, indi bura 6-dırsa, təbii ki, burada 6-dır. Düzdür. Bax, burada 6-dır. Onda bu da 6 olur. Çünki bu bərabər yanlı üçbucaqdır. Söhbət ECD üçbucağından gedir. İndi 16 bura qədər 6-dırsa, bu bütöv tərəf 16 deyil. 16-dan 6 çıxanda bura nə qalır? 10. Üçbucaq ABE düzbucağı üçbucaq deyil. Onda bu BE-yə X desəm, X-in kvadratı üstə gəlinsin. 6'nın kvadratı bərabərdir 10'un kvadratına. Buradan X nə olur? 8. Əla. Yaxşı sual idi. Biraz görmək lazım idi. Gördük. 114 idi bu. Cavab oldu A. 115-ci suala baxaq. Deməli, belə bir paraleloqram verib. Adı nədir? A, B, C, D və burada bir nöqtə. Bura X, bura 4. Bunun ortasında qeyd edib. Bunlar bir-birinə bərabərdir. Bunu bura, buradan bura, bunu da belə birləşdirib. Birləşdirəndən sonra EC 9'dur. Bax, bura 9'dur. Bura E'dir. Burada F'dir. Düzdür. EBX. ABCD paraleloqramında deməli, burada 90 dərəcədir. Bunu yaddan çıxartmaq olmaz. Bax, bura 90'dır. Hələ, bu da bizə lazım idi. EB-ni bizdən soruşur. EB-ni bizdən soruşur. Mən də fikirləşirəm paraleloqramında AF bərabərdir F deyil. Tamam. Deməli, paraleloqram olduğuna görə. Gəl fikirləşək. Deməli, bu əslində belə ola bilər. Necə? Çox maraqlı sualdır. Bax, bunu tənbölən kimi fikirləşirsən, çıxmır. Aydındır. Deməli, bu düzbucağı itirməyə nə edəcəm mən? Bax, bu düzbucaqlı üçbucaqdır axı. Üçbucaq E, F, C. Düzbucaqlı üçbucaqdır. Bunu düzbucaq təpəsindən hipotenuza bir dənə paralel xətt çəkirəm. Paralel xətt çəkəndə bu paralel xətt hipotenuzu yarı bölür. Deyəcəksən, nəyə görə müəllim? Çünki Fales teoreminə görə. Bax, AF ilə FD əgər bir-birinə bərabərdirsə, AF ilə FD bir-birinə bərabərdirsə, onda mən təpədən bir xətt çəkəndə, bu AB ilə CD-yə paralel xətt çəkəndə,
Bax, buna paralel xətt çəkəndə bunlara paralel. Bu hissəni bərabər bölmüşəmsə, onda buzağın digər tərəfi üzərində də bərabər hissələr ayırmalıydım. Ona görə bu 4/5, 4/5 olur. Mən CFM çəkmişəm da deyək. Bax, EM bərabər olur MC-yə, o da bərabər olur 4/5-ə. Aydındır. Həm də bu möhtəşəm üçlü əmələ gətirir. Düzbucaqlı üçbucaqda. Söhbət yenə deyirəm, EFC üçbucağından gedir. Möhtəşəm üçlüdə nə deyirdik? Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən hipotenuza endirilmiş hündürlük. Hipotenuzu yarı bölməklə yanaşı özü də həmin yarıya bərabər olurdu. Yəni onda bu da elə 4/5 olur. Söhbət nədən gedir? M F-dən gedir. Bu da 4/5 olur. Tamam. Gözəl. İndi bir dənə sizin diqqətinizi bir yerə çəkmək istəyirəm. Üstündən getdiyim dördbucaqlıya baxın, zəhmət olmasa. Üstündən getdiyim dördbucaqlının adını da deyəcəm sizə. Dördbucaqlı A, E, C, D dördbucaqlısı. Bu necə dördbucaqlıdır? Paraleloqramdır. Paraleloqram nə idi? Trapesiyadır. Nəyə görə trapesiyadır? Çünki iki tərəfi, bax bu tərəf və bu tərəf bir-birinə paraleldirsə, dördbucağlının iki tərəf bir-birinə paraleldirsə, deməli o dördbucaqlı trapesiyadır. Onda FM də bunun orta xəttidir. Onda belə çıxır ki, FM bərabərdir AE bölünsün, üstə gəlinsin, CD bölünsün 2. Düzdürmü? Bəli. FM 4/5'dir, AE 4'dir, olmayan bir dənə CD-dir, bölək 2. Buradan 2-ni 4'ə vuran 9, 4/5'ə vuranda 4 üstə gəlinsin CD. Təbii ki, buradan CD bərabər olacaq 5'ə. Baxın, CD-ni mən 5 tapdım. CD 5'dirsə, onda AB də 5'dir. AB 5'dirsə, bu hissə 4'dürsə, X-a nə qalır? 1. Deməli, X nəyə bərabərdir? 1'ə. Bu kitabda bu günə qədər gördüyüm ən maraqlı həndəsə sualı idi bu. Cavab olur A variantı 115-ci sualımızda. Belə 116. O sualı mənsiz özün tapa bildinsə, həqiqətən sənə halaldır. Deməli, həndəsədə bayağı bir iş görə bilərsən. 116. Trapesiyanın diagonalı onun orta xəttini 1 cm və 4 cm uzunluğunda 2 hissəyə ayırır. Trapesiyanın oturacaqları fərqini tapın. 8 çıxılsın 2, 6-ya bərabərdir. Nəyə görə? Göstərim niyə görə olduğunu. Deməli, belə bir trapesiyadır. Belə bir orta xəttdir. Və belə bir diagonaldır. Bu diagonal bu trapesiyanın orta xəttini 1 cm və 4 cm hissəyə ayırır. Əgər bu 1 cm isə təbii ki, bu olacaq 2. Bu da 4 cm isə bu da olacaq bunun 2 misli 8. Əgər əvvəlki izahlara baxmısansa, üçbucağın orta xəttindən deyirəm bunları mən. 8 çıxılsın 2 bərabərdir 6. Cavab olacaq C variantı 116-da. 117-ci çalışma. Diagonalları 30 cm və 40 cm olan rombun hündürlüyünü tapın. Bir dənə romb var əlimizdə. Yaxşı romb olmadı bu, gəl bir də çəkək. Diagonallarından biri 30'dur. Digər diagonalı isə 40'dır. Hündürlüyünü deyir tapın. Deməli, hündürlüyünü taparam əslində. Gəl tərəfini tapaq birinci. Bilirəm ki, 4A kvadratı bərabərdir. 30'un kvadratı üstə gəlsin 40'ın kvadratı. Buradan 4A kvadratı bərabərdir. Deməli, 900, bu da 2500 eləyir də, düzdür. Buradan A kvadratı bərabərdir. 2500 bölünsün 4'ə. Kök alsam, A bərabərdir 2'də 50. 50, düzdür. Buradan A bərabərdir 25'ə. Deməli, bunun tərəfi 25'dir. Rombun hündürlüyün mən sahə ilə əlaqələndirib taparam. Hal-hazırda ağlıma başqa şey gəlmədi burada. Rombun sahəsi D1 vurulsun D2 bölünsün 2. Belə də tapılır. Həm də H vurulsun A
bu tərəfə çəkilmiş hündürlük hasili belə də tapılır. İndi yerinə qoysam onda 30 vurulsun 40 bölünsün 2, hündürlük vurulsun 25. Deməli 2 ilə bunu ixtisar eləsəm 30 vurulsun 20 bərabərdir h vuraq 25. Bunun sıfırları ilə 25 apararam 4 qalır. H bərabər olur 12'ye. 12'ye yox bizdə dəqiqə. 4, 3, 2, 6, 24'e. H olur 24 B variantı 117. sualımızda. 118'e baxaq. Perimetri 16 cm olan rombun diagonallarının kvadratları cəmini tapın. Perimetri 16'dırsa 4A bərabərdir 16'ya, A bərabərdir 4'ə. D1 kvadrat üstə gəlsin D2 kvadratı bərabərdir 4A kvadratı. Buradan 4 vurulsun 4'ün kvadratı bərabərdir 4 vuraq 16, 64. Kvadratlar cəmi soruşduğuna görə də cavab olur C variantı. 119. Perimetri 24 olan düzbucaqlının tərəflərindən biri digərindən 6 cm böyük olarsa, onun kiçik tərəfini tapın. Deməli, bir düzbucaqlımız var. Tərəflərindən biri digərindən 6 böyükdür. Bu x-dir, bu x plus 6'dır. Perimetri də 24'dür. Deməli, x ilə x plus 6'nın cəmsini 2'yə vuranda 24 çıxır. Buradan 2x plus 6 vurulsun 2 bərabərdir 24. Hər iki tərəfi 2'yə bölsəm 2x plus 6 bərabərdir 12. 2x bərabərdir 6'ya, x bərabərdir 3'ə. Kiçik tərəf 3'dür, böyük tərəf 9. Kiçik tərəf soruşduğuna görə cavab olur B variantı. 120-ci çalışmamız. Belə bir şəkil verib bizə. Bu tənbüləndir. Uşaqlar, bu tənbüləndirsə, bura 90'dır. Səbəbini dəfələrlə demişəm. Onda belə çıxır ki, mən DC-ni tapa bilərəm. DC kvadratı bərabərdir. Kökdə 23'ün kvadratı üstə gəlsin kökdə 26'nın kvadratı. Buradan DC kvadratı bərabərdir 23 üstə gəlsin 26. DC kvadratı bərabərdir 49. DC 7'dir. DC 7'dirsə bizdən perimetr istəyir. Onu mən bura bir davamını çəkirəm. AE bərabərdir EB. AE EB'yə bərabər olduğuna görə onda bu da 2 bərabər hissəyə bölünəcək. Onda belə çıxır ki, düzbucaqlı CF D üçbucağında mənim çəkdiyim bu FM DC-ni 7 tapmışam da burada yazmışam. FM uşaqlar. FM mediandır. FM median olduğuna görə burada möhtəşəm üçlü yaranır. Yəni FM bərabər olur DM bərabər olur MC-yə. Yaxşı. Mən də DC-ni tapdığıma görə DC-nin yarısı olur 3/5. Deməli, bax, burada 3/5'dir, burada 3/5'dir, burada 3/5'dir. Onda belə çıxır ki, AD bərabərdir 9 üstə gəlinsin 3/5 olur 12/5. İndi perimetrini tapanda 12/5'in üstünə gələcəm 7'ni vuracam 2'yə 19/5'i vuracam 2'yə olacaq 39. E variantı. Baxaq 121'ə. Deməli 121'də bizə belə bir paraleloqramdır deyəsən bu verib. A, B, C, D. Və buradan bir xət çəkib bura. Burada bir E yazıb. Bura 40 dərəcədir. Bizə deyir ki, ABCD paraleloqramında DE bərabərdir EC. Bax, bu buna bərabərdir. ABC bucağını soruşur bizdən. Bax, bizdən bu bucağı soruşur. Bura 40'dırsa təbii ki, burada 40 olacaq. Nəyə görə? Paralel düz xətlərin kəsən əmələ gətirdiyi bucaqlar olduğuna görə. Onda mən bu bucaqla bu bucağı tapmaq üçün bərabər yanlış bucağın oturacağı kiçik bucaqlar olduğuna görə 180'dən 40'ı çıxıb bölərəm 2'yə. Olar 70 dərəcə. Deməli, bu da 70'dir, bu da 70'dir.
İndi bu bucaq neçə dərəcə olur? 110. Axı D bucağı ilə B bucağı bir-birinə bərabərdir. Çünki paraleloqramın qarşı bucaqları bir-birinə bərabər olur. Onda B bucağı da elə 110 dərəcə olur. Yəni bizdən soruşduğu ABC bucağı olur 110 dərəcə E variantı 121-ci sualımız. 122-ci sual. İti bucağı 75 dərəcə olan rombun hündürlüyü kör bucağına hansı nisbətdə hansı nisbətdə bölür? Deməli bir dənə romb çəkək. Bu rombun iti bucağı 75 dərəcədir. Onda buradan bir hündürlük çəksəm, təbii ki, bura 90 olacaq hündürlük olduğuna görə. Düzdür. Onda bax, bu bucaq neçə dərəcə olacaq? Düz bucağı çıxsa bura 75 isə bu 15. Bu 15, bu da 90'dır. İndi kör bucaq onda 15 bölünsün 90 nisbətində bölünür. Bunu da 15'e ixtisar eləsəm 1/6 nisbətində bölər. Olur E variantı 122. Növbəti sualımız 123-cü sual. ABCD bərabəryanlı trapesiyasında AB bərabərdir CD. Tamam. Deməli hərdən belə də olur, fikir verməyin. Deməli 123-cü suala baxaq. Şəklini çəkək bunun. Deməli bu A-dır, bu B-dir, bu C-dir, bu da D-dir. Bu diagonalda bura perpendikulyardır. Yan tərəflər bir-birinə bərabərdir. Bura 26'dır. Burada 10'dur. Bizə deyir ki, trapesiyanın hündürlüyünü tapın. Heç nə, buradan bir hündürlük endirsəm. Buradan da bir hündürlük endirsəm. 26'dan çıxıb 10 2'yə bölsəm, qalacaq neçə? 8. Bax, bu hissə 8'dir. Burada həmçinin 8'dir. Artıq mənə oraya ehtiyac yoxdur. Bütöv 26 olduğuna görə 26'dan 8 çıxanda nə qalır? 18. Bax, bu hissə də 18'dir. Onda düzbucaqlı üstbucaqda metrik münasibətlərdən h-ın kvadratı bərabərdir 18 vurulsun 8. Buradan h-ın kvadratı bərabərdir 8, 8, 64, 144'ə h bərabərdir 12'yə. Cavab olur C variantı 123-cü sualımızda. 124-cü suala baxaq. ABCD paraleloqramında A və D bucaqlarının tənbölənləri BC tərəfi üzərində E nöqtəsində kəsişir. Deməli, düzbucaqlı üstbucaq yaranır. Bunu həmişə yadınızda saxlayın. A, B, C, D paraleloqramında A və D bucaqlarının tənböləni BC tərəfi üzərində E nöqtəsində kəsişir. Bura E nöqtəsidir. Onda bu düz bucaq olur. Nəyə görə? Çünki əslində bunu da əvvəlki izahlarda sübut eləmişəm, əgər baxmısınızsa. A-la, bax, bura X desəm, bura X-dir. Bura Y desəm, bura da Y-dir. Mən bilirəm ki, 2X-la 2Y-in cəmsi 180'dir. Nəyə görə? Çünki paraleloqramın bir tərəfinə bitişik bucaqlarının cəmsi 180 olur. Hamısını 2'yə bölsəm 90 olur. X ilə Y-in cəmsi 90'dırsa avtomatik bura 90 olur E bucağı. Yaxşı. Bizə deyir ki, B 12'dir. Baxın, bu 12'dirsə, burada da bərabər yanlı üst bucaqları alınıraq. Bunu da yenə dəfələrlə sübut eləmişik. Çünki bu çarpazdırsa, bununla bu çarpazdır. Bir-birinə bərabərdir. Onda burada 12'dir. Təbii ki, burada 12'dir. Həmçinin bu da tənbölən olduğuna görə bura Y-dirsə, burada Y-dir. Onda belə çıxır ki, burada 12'dir. Deməli, bura 24'dürsə, bu da 24'dir. Bizdən nə istəyirdi? Perimetri. 12 üstə gəlsin, 24 vurulsun 2. Bu da olur 72. C variantı 24-cü sualımızın cavabı. Növbəti sualımız 125-ci sual. 125-ci sualda nə deyir bizə? Deyir ABCD rombunda AF bərabərdir FD, EF 6'dır, 5'dir, BE 6'dır, AC diagonalının uzunluğunu tapın.
Tapaq, problem yoxdur. Gəl birinci şəkli seçək. Ondan sonra deyilən söhbətlərə bir dənə qulaq asaq. Bax, fikir ver. Deməli, bunu çəkib, yaxşı eləyib, məsələ verir, çəkəcək də. Bu qarşılıqlı perpendikulyar olur. Bura 6'dır. Bura A'dır, bura B'dir, bura C'dir, bura D'dir. Burada bir E'dir. Buradan belə bir xət çəkib. Bu 5'dir. Bununla bu da bir-birinə bərabərdir. AC diaqonalın uzunluğunu tapın deyir. Bax, BD diaqonalın uzunluğu 12'dir. Yəqin ki, mənlə razısan. Nəyə görə? Çünki diaqonalın yarısı 6'dırsa onda bütöv 12 olur. Həm də diaqonallar kəsişmə nöqtəsində yarı bölünür. Yəni BE ilə ED'nin bir-birinə bərabər olduğunu paralelogramın xassəsindən bilirəm. İndi EF 5'dirsə və qarşı tərəfi yarı bölübsə, onda bu rombun tərəfi 10'dur. Çünki bunun uzantısını da bu formada çəkəndə həm qarşı tərəfi yarı bölüb, mərkəzdən də keçdiyinə görə avtomatik bu AB ilə CD'yə paralel olur. Paralel olursa bu hissəsi 5'dirsə, bunun bu hissəsi də 5'dir. Deməli ilə AB nəyə bərabər olur? Bu 5 idi. AB bərabər olur 10'a. Tərəfini də tapdım. Paralelogramın, rombun diaqonallarının kvadratları D1 kvadrat üstə gəlsin, D2 kvadratı bərabərdir 4A kvadratı olduğunu bilirəm. Diaqonalın biri var, 12'nin kvadratı üstə gəlsin, D2'nin kvadratı bərabərdir 4 vurulsun. A'mız da 10 olduğuna görə 10'un kvadratı. Buradan D2'nin kvadratı bərabərdir 100, 400 çıxılsın 144. Buradan D2 kvadratı bərabərdir 256'ya. Deməli D2 olacaq 16. Cavab olur A variantı. Belə. Başqa bir şeylə də deyə bilərəm bunun 5-5 olmağını. Bax, düzbucaqlıdır axı bu. Düzbucaqlı üstbucaqda düzbucaq təpəsindən hipotenuzla çəkilmiş median hipotenuz yarı bölür, özü də hipotenuzun yarısına bərabərdir. Onda bu 5'dirsə bunlar hərəsi 5-5 olmalıdır. Onda tərəfin 10 olduğu buradan da görükür. Yəni belə də deyə bilərsən. Növbəti sualımız 126. 3 tərəfinin cəmi 42 olan kvadratın 3 tərəfinin cəmi 42-dirsə 42'ni böləcəksən 3 olacaq 14. Deməli tərəfi 14'dir. Bunun perimetrini istədiyinə görə 4'ü vuracaqsan 14'ü olacaq 56. Bu olur bizim 126-cı sualımız. 127-ci suala baxaq. Paralelogramın bir tərəfində bitişik bucaqlarının nisbəti 3/7'dir. Mən də bilirəm ki, o bucaqların cəmsi 180 olmalıdır. Buradan 10K bərabərdir 180'ə. K 18'dir. Onun iti bucağını tapın. Təbii ki 3K'nı soruşur. 3 vurulsun 18 olur 54. 128-ci suala baxaq. Düzbucaqlı trapesiyanın 3 daxili bucaqları düzbucaqlı trapesiyanın 3 daxili bucaqları 2, 3, 4 nisbətində trapesiyanın kör bucağını tapın. Baxın. Düzbucaqlı trapesiyadır bu. 3 daxili bucağının nisbəti 2/3/4 nisbətindədir. İndi mən sizə bir şey deyim. Əgər o 3 nisbətin içində 2 düzbucaq olsaydı, o nisbətin ikisi bir-birinə bərabər olmalı idi. Deməli, onda bir dənə düzbucaq, bir dənə kör bucaq, bir dənə də iti bucaq götürüblər. Yaxşı, yəni bu və bunu götürüblər. Bu da o deməkdir ki, 2K, 3K və 4K'nın cəmsi 270 olacaq. Nəyə görə ay müəllim 360 götürmədim? Çünki yenə də deyirəm, 3 bucaq götürülüb. 1, 2, 3 bucaq götürülüb. 4-cü bucaq düz bucaq götürülmür. Yenə deyirəm, əgər bunlar ikisi götürülsəydi, burada 2 bərabər nisbət görməli idim. Mən görmədim. Ona görə deməli, kənarda qalan düz bucaqlardan biridir. 7, 9K bərabərdir 270'ə. K'nı tapıram 30. K'nı 30 tapandan sonra təbii ki, ən böyük bucaq kör bucaq olar 4K. Ona görə də 4'ü vururam 30'a. Olur 120 dərəcə.
128-ci sualımız. 129-cu sual. Deməli 129-cu sualda nə deyir? Deməli 129-da deyir ki, oturacaqları 12 və 20 sm olan bərabər yanlı trapesiyanın perimetri 68 sm olarsa yan tərəfini tapın. Təbii ki 68-dən çıxacaqsan oturacaqların cəmin və yan tərəf qalacaq deyə. Yan tərəflər də bir-birinə bərabərdir, 2-yə böləcəksən. 68 çıxılsın, 32 bölünsün 2. Bu olacaq 36 bölü 2 olacaq 18. 129-cu sualımız. Bir də baxaq. Cavab başqa bir şey verib burada. 12 oturacaqlar 12-20 olan bərabər yanlı trapesiyanın perimetri 68 olarsa yan tərəfi neçə santimetr olar? Lap istəyirsən gəl çəkək göstərək. Oturacaqları biri 12, biri də 20. Toplayanda nə eləyir? 32. Perimetri nə verib? 68. 68-dən 32 çıxanda nə qalır? 36. 36-nı 2-yə bölürəm. 18. Deməli, yan tərəflər 18 olmalıdır. Bizdən də yan tərəf soruşurdu. 130. Üç daxili bucağının cəmi 250 olan rombun iti bucağı neçə dərəcədir? 4-ünün cəmsi 360-dır. Ona görə 360-dan çıxıram 250-ni. Qalır neçə dərəcə? 110 dərəcə. Deməli, bunun rombun kör bucağı 110-dur. Bax, bu 110-dur. Cəmsi 180 olmalıdır. Deməli, bu da 70-dir. Bizdən iti bucağını soruşur. 70 dərəcə. Növbəti sualımız 131. ABCD trapesiyasında çəkək baxaq. Belə bir vəziyyət var. Bura 8-dir, bura 12-dir. A, B, C, D. Deməli, bucaq BCD 2 dənə BCD 2 dənə BAD'dir. Bax, bu BAD, BCD. Bu bucaq, bura məsələn X-dırsa, bura 2X-dır. Və bizə deyir ki, trapesiyanın perimetrini neyləyin? Tapın. Bu bucaqlar nəyə görə verib ki, belə? ABCD trapesiyasında BCD bucağı 2 dənə BAD bucağına bərabərdir. AB 8-dir. AD 12-dir. Trapesiyanın perimetrini tapın. Ancaq və ancaq belə bir şey fikirləşə bilərəm burada. Burada belə bir tənbölən çəkərəm. Tənbölən çəkəndə bura olacaq XX. Düzdür. Bunlar paraleldir axı bir-birinə. Paralel olduğuna görə burada X olacaq. Yəni paralel düz xəttlərin kəsənlə əmələ gətirdiyi bucaqlar olduğuna görə bax burada X olacaq. X olan kimi nə baş verəcək? X olan kimi deməli qarşı tərəflər cüt-cüt bir-birinə paralel və bərabər olacaq. Deməli, bura məsələn M-dirsə, burada olacaq M. Düzdürmü? Deməli, bu hissə olacaq 12 minus M. Çünki bütöv 12 idi axı. Onda bax, bu üç bucağa baxın, bu üç bucağa. Bərabər yanlıdır axı, oturacağı bitki bucaqlar XX. Onda burada 12 minus M olacaq. Əla sualdır. Onda paraleloqram perimetri 8 üstə gəlinsin M. Bax, bu 8. Bu M. Bu 12 minus M. 12 minus M və
Bu tərəf bütöv 12 deyil. Plus 12 olacaq. Buradan m'lər bir-biri ilə getsə, cavab olacaq P bərabərdir 32-yə. Əla sualdır. 131-ci sualımız. Əla. Növbəti sualımız 132-ci çalışma. Orta xətti 70 olan düzbucaqlı trapesiyanın oturacağı 3-7 nisbətindədir. Bu trapesiyanın böyük yan tərəfi. Deməli, gəl bir düzbucaqlı, düzbucaqlı olmalı. Düzbucaqlı trapesiya lazımdır bizə. Deməli, belə bir düzbucaqlı trapesiyadır. Oturacaqları 3-7 nisbətindədir. Mən yaxşı çəkmədim bunu. Təzədən çəkirəm. Şəkil ürəyimə yatmayanda məsələni qəşəng izah eləmək olmur. Tamam, indi oldu. Deməli, düzbucaqlı trapesiyadır. Oturacaqları 3/7 nisbətindədir. Orta xətti də 70-dir. Onda 3K budur, 7K budur. Orta xətti də nə qədərdir? 70-dir. Onda belə çıxır ki, 3K üstə gəlsin 7K bölünsün 2 bərabərdir 70-ə. Buradan 5K bərabərdir 70, K bərabərdir 14. K 14-dürsə, 3-ü 14-ə vuranda bura olur 42, 7-ni də 14-ə vuranda burada olur 98. İndi davamında bizə deyir ki, bu trapesiyanın perimetri bu trapesiyanın böyük yan tərəfi 65 santimetrdir. Bax, bu böyük yan tərəfdə 65 santimetrdir. Tamam. Bizə deyir ki, bunun kiçik yan tərəfini tapın. Mən bilirəm ki, buradan bir hündürlük endirsəm, bu hündürlük həm də kiçik yan tərəfə bərabər olur. Elə bu h deməkdir, bu da h-dır. Onda bu oturacağı taparam. 98-dən çıxaram təbii ki 42-ni, çünki bu aşağıda 42 olur. 98-dən 42-ni çıxanda qalır 56. Onda bu hissə olur 56. Pifaqor teoreminə görə h-ın kvadratı üstə gəlsin 56-nın kvadratı bərabərdir 65-in kvadratına. Buradan h-ın kvadratı bərabərdir 56. Deməli 65-in kvadratı çıxaq 56-nın kvadratı. Buradan da müxtəsər format üsulundan istifadə etsəm 65 çıxaq 56, 65 üstə gələk 56 olur. Buradan h-ın kvadratı bərabərdir 65-dən 56 çıxanda qalır 9. Bu da olur 121. Buradan da h bərabərdir 3 vurulsun 11, h olur 33. Deməli kiçik yan tərəfdə elə 33 olacaq. Cavab olur 33. 132-ci sualımız. Növbəti sual 133-cü sual. Deməli oturacağı 2/5 olan bərabər yanlı trapesiyanın yan tərəfi 14 santimetrdir. Gəl bir dənə bərabər yanlı trapesiya çəkək. Deməli bunun yan tərəfi 14-dür. Oturacaqları 2-5 nisbətindədir. 2 bölünsün 5, 2K budur, 5K da budur. Perimetri də 70-dir. Onda belə çıxır ki, 7K üstə gəlsin 28 bərabərdir 70-ə. Buradan 7K bərabərdir 42-yə, K 6-dır. Bizdən nə istəyir? Orta xəttin diaqonallar arasında qalan hissəsini tapın. Biz də bilirik ki, orta xəttin diaqonallar arasında qalan hissəsini tapanda böyük oturacaqdan nə edirlər? Kiçik oturacağı çıxıb 2-yə bölürlər. Bax, bu M-in hissəni tapmaq üçün böyük oturacaqdan kiçik oturacağı çıxırlar, bölürlər 2-yə. Buradan 3K bölünsün 2K-nın əvəzinə 6 qoyanda 3 vuraq 6 bölə 2 cavab eləyir 9. 133-cü sualımız olur 9. Növbəti sualımız 134-cü çalışma. Deməli, belə bir şəkil verib, belə bunun üzərində işləyəcəm mən. Şəkildə perimetri 24 olan düzbucaqlının daxilinə bir-birinə toxunan 2 çevrə çəkilmiş. Çevrənin uzunluqları cəmini tapın. Radiusu tapmalıyam ki, uzunluqları cəmini tapsın.
Mən belə bir şey göstərim sizə. Deməli, gəl bunu qırmızı eləyək. Bu R-dir. Bu da R-dir. Düzdür. Onda belə çıxır ki, mənim düzbucaqlığımın eni 2R-dir. Uzunluğu bəs, yəqin ki, gördün, 4R-dir. Bəli, müəllim, gördüm. Çünki belə gedəndə R. Tamam, onda perimetri tapanda 2R'in üstünə 4R'i gəlib, bunu da 2'yə vurublar, 24 alıblar. 2R, 4R, 6R 2'yə vuranda 12R bərabərdir 24, R bərabərdir 2'yə. R'i tapdım 2. Çevrənin uzunluğu 2pi R ilə tapılırdı. 2 vurulsun, pi vurulsun, R'imiz də 2 olduğuna görə olur 4pi. 2 çevrənin uzunluğunu soruşur bizdən. Bu da olur 8pi. Cavab olur 8pi 134-cü sualımızda. Növbəti sualımız 140. Elə bunu da bu şəklin üzərində işləyəcəm. Bunlar tənböləndirsə bayaq da göstərdim. Bu 90'dır. Onda Pifagor teoreminə görə 4 kökdə 3'ün kvadratı üstə gəlinsin 2 kökdə 6'nın kvadratı bərabərdir AD'nin kvadratına. Deməli 16 vuraq 3 48 bu eləyir. 4 vurulsun 6 24 də bu eləyir AD kvadratına. Toplayanda 60 72 AD kvadratı. Düzdür. Bizdən nə istəyir ki? Burada soruşmadım mən. Cəminə deyir ki, olarsa paralelogramın diagonallarının kvadratlarının cəmini tap. Diagonallarının kvadratları cəmini istəyir. Düzdür. Tamam, bunu tapdım deyək. O da tənböləndir da. Tamam. Problem yoxdur. Buradan AD bərabər olacaq kök altında 72'yə. Düzdür. Kök altında 72 də deməli AD bərabər olacaq. Kök altında 72'dən nə çıxır? Kök altında 9 vurulsun. 36 vuraq 2. Düzdür. 36 vuraq 2 də 6 kökdə 2'dir. Baxın, bu 6 kökdə 2'dir. İndi mən buradan bir median çəksəm, median avtomatik qarşı tərəfi yarı böləcək. Düzdürmü? Qarşı tərəfi yarı böləcək və onda belə bir şey deyim də, gəl belə eləyək. Gəl belə eləyək. Bax, bura A desəm, düzdür. Burada A'dır. Axı, burada A'dır. Qarşı tərəflər bir-birinə bərabər. Onda burada A'dır. Çünki bunlar tənbölən olduğuna görə deyirəm. Bu A'lar bir-birinə, bu A'lar bir-birinə bərabərdir. Yaxşı. Onda belə çıxır ki, 2A bərabərdir 6 kökdə 2'yə. A 2'yə böləndə 3 kökdə 2. Tamam, mənim paralelogramım bir tərəfi 6 kökdə 2, bir tərəfi də 3 kökdə 2 oldu. Paralelogramın da belə bir xassəsini bilirəm mən. D1 kvadrat üstə gəlsin D2 kvadratı bərabərdir. Deməli 3 kökdə 2'nin kvadratı üstə gəlinsin 6 kökdə 2'nin kvadratı vuraq 2. Yəqin ki, sənin də yadındadır. D1 kvadrat üstə gəlsin D2 kvadratı bərabərdir 2 vurulsun. 3 kökdə 3'ün kvadratı 9, 2'nin 18 eləyir. 6 kökdə 2'nin kvadratı da 72. Buradan D1 kvadrat üstə gəlsin D2 kvadratı bərabərdir. 2 vurulsun 90. Bu da olur 180. Cavab eləyir 180. 135-ci sualımız. Növbəti sualımız 136. ABCD trapesiyasında EF orta xəttdir, lap yaxşı. EO bərabərdir OF. AL 30'dur. Bax, AE 30'dursa bura 15'dir. Niyə? Çünki üçbucağın orta xətt daxı EO. Söhbət ABL üçbucağından gedir. Bu orta xəttdir. Yaxşı. Tamam, onda bu da 15'dir. Niyə? Çünki bərabər vermişdi onları. Bizdən LD-ni soruşur. Bura bir x desəm,
Bax, bu trapesiyada bu 15 orta xəttdir. Ona görə də x ilə 24-ün cəminin yarısı 15-ə bərabərdir. Buradan x-in rahatlıqla 6 olduğunu, yəni LD-nin 6 olduğunu tapmaq olar. 136. 137-ci çalışmamız. Bərabər tərəfli üçbucağın orta xəttindən biri çəkilmişdir. Alınan üçbucağın perimetri trapesiyanın perimetrinin neçə faizidir? Gəl baxaq. Belə bir bərabər tərəfli üçbucaqdır. Bunun orta xəttinin biri çəkilib. Alınan üçbucağın perimetri trapesiyanın perimetrinin. Bax, bərabəryanlı trapesiyanın bunu ədəd götürüb belə də eləyə bilərsən. A ilə də eləyə bilərsən. Məsələn, atıram tərəfi 10 imiş. Hamısı 10'dur. Onda bu orta xətt 5 olur. Onda bu da 5 olur, bu da 5 olur. Onda üçbucağın perimetri 15 olur. Bəs gəl trapesiyanın perimetrini tapaq. Bura 5, 5 daxı bu orta xəttdir. Trapesiyanın perimetri nə olur? P üçbucaqdır bu. P trapesiyada bərabər olur. 5 plus 5 plus 5 plus 10 olur 25. Bizə də deyir ki, alınan üçbucağın perimetri trapesiyanın perimetrinin neçə faizidir? Yəni 15 25-in neçə faizidir? Vuraq 100. Bu da olur 60 faiz. İxtisarca 460 faiz. Belə. 138'ə baxaq. Bayağı bir vaxt aparır yəni bu həndəsə məsələləri. Şəkil əsasında ABCD paralel perimetrini tapın. Mən bilirəm ki, qarşı tərəflər bir-birinə bərabər olmalı. Yəni y kvadrat bərabərdir y plus 6-ya. Buradan y kvadrat çıxılsın, y çıxaq 6 bərabər 0. Viet teoreminə görə y1 bərabərdir müsbət 3-ə, y2 bərabərdir mənfi 2-yə. Təbii ki, mən müsbət 3-ü götürəcəm. Onda tərəf y plus 6 olduğuna görə 3 plus 6 bərabər olur 9-a. Yəni bu tərəf 9-dur. Digər tərəfdən 4x minus 1 bərabərdir. Qarşı tərəfləri olduğuna görə 3x plus 3-ə. Buradan 4x çıxılsın, 3x bərabərdir 3 plus 1-ə. Buradan x bərabərdir 4-ə. X 4-sə 4 vurulsun 3 minus 1 bərabərdir 11-ə. Deməli, bu da 11-dir. Perimetrini də tapanda 11 üstə gəlsin, 9 vurulsun 2 olacaq 40. Cavab eləyir 40, 138-ci sualımızda. Səhv demədik ki. Üçün deməli 4 üçün mən x-in neçə tapdım? 4. Burada səhv eləmişəm. Burada səhv eləmişəm. Bircə dəqiqə. X-i 4 tapmışam axı. Tərəfdə 3x plus 3-dür. 3 vurulsun 4 üstə gələk 3. 3 4-ün 12, üstünə də 3 gələndə 15. Onda perimetri tapanda deməli 9 plus 15 vurulsun 2 eləyir 48. Bəli, 138-ə 48 düzdür. Sonra 139. Perimetri 48 olan bərabəryanlı trapesiyanın daxilinə çəkilmiş çevirənin radiusu 3 cm olarsa, bu trapesiyanın körbucağını tapın, gəl tapaq. Deməli, nə gözəl trapesiya oldu. Baxın. Deməli, trapesiyanın perimetri 48-dir. Düzdürmü? Bərabər yanlıdır. Onda mən 48-i bölürəm 2-yə. Bərabər olur 24-ə. Deməli, qarşı tərəflərin cəmi 24. Hardan bu qərara gəldim? Çünki bunun daxilinə çevrə çəkmək mümkündürsə, qarşı tərəflərin cəmi bərabər olur. Hətta mən 24-ü də 2-yə bölüb bərabər yanlı olduğuna görə bu tərəfin 12, bu tərəfin də 12 olduğunu bilirəm. Və əgər bu trapesiyanın daxilinə çəkilən çevrənin radiusu 3-dürsə, onda bu trapesiyanın hündürlüyü olacaq 6. Müəllim, hardan bildin? Çünki bu çevrə yuxarı da dəyir, aşağı da dəydiyinə görə bunun radiusu 3 olanda avtomatik bu hündürlük 6 çıxmalıdır. Başqa variant yoxdur. Onda bu bucaqlar uşaqlar 30 dərəcədir. Niyə? Çünki bura 12, bura 6-dır, bu da hündürlükdürsə, yəni 30, 60, 90 söhbətidir. 30 dərəcəli bucağın qarşısında qat hipotenuzun yarısıdır.
Onda bura 60 dərəcədir. Axı bura da 90-dır. Onda kör bucaq olur 150 dərəcə. 139-cu sualımızda olur 150 dərəcə. Axırıncı suallarda ola bilsin yaxşı izah eləmərəm. Üzrlü sayın nəyə görə? Çünki artıq yorğunluq hiss olunur və istəyirəm bitirim, yəni sual qalmasın, bu bölmə bitsin. 140. 140 əslində bayaq dediyimiz kimidir. Yəni burada da x minus y 18-ə bərabərdir. Eyni zamanda 4x plus y də 3x plus 5y-ə bərabərdir. Nəyə görə? Çünki qarşı tərəfləri bir-birinə bərabər olur. Buradan 4x çıxılsın 3x bərabərdir 5y çıxılsın y. Buradan x bərabərdir 4y-ə. Gətirib yerinə qoysam burada 4y çıxaq y bərabərdir 18. 3y bərabərdir 18. Y deməli 6-dır. Y 6-dırsa x də bərabərdir 4 vuraq 6, 24-dür. Perimetrini soruşur bizdən. Təbii ki, bunun bir tərəfi 18-dir. Onda bu tərəfini tapaq. 4x plus y hesablayanda 4 vurulsun. Bu yaman böyük oldu. 3-cü sualda 140. 4 vurulsun 24. Üstə gəlinsin y də 6-dır. 4-ü 24-ə vuranda 96 eləyir. Üstünə də 6 gələndə bərabər olur neçəyə? 102-yə. Bizdə də bir də baxın buna. Nəsə xoşuma gəlmədi. X çıxılsın y 18-dir. Düzdürmü? 4x üstə gəlsin y bərabərdir. 3x üstə gəlsin 5y. Tamam. 3x keçdi bu tərəfə. Oldu 4x çıxaq 3x, 5y çıxılsın y. Bu da düz. Buradan x 4y-dir. X-in əvəzinə 4y gətirib yazanda 4y çıxaq y 18. Y 6-dır. Y 6-dırsa 4 6 24 x. Tamam. Bunu tapdım. 4 vurulsun x. X-i neçə tapmışıq? 24. 4 4 16 4 2 8 96 102. Perimetri tapanda da 102 üstə gəlinsin 18 vuraq 2. Bu da olur 120 vuraq 2. Cavab eləyir 240. Yəni belə bir enteresan cavab alındı. Neçənci sual idi bu? 140-cı sualımız. Amma burada 192 verib, nəyə əsasən verib? Onu artıq onlar bilir. Parallelogram perimetrini soruşurdu. Mən də perimetrini tapdım. Sonra 141-ci çalışma. Deməli, belə bir trapesiyadır. Yan tərəflər bir-birinə bərabərdir. A, B, C, D. Bunu da buraya ilə birləşdirib belə. Bax, bununla bu bir-birinə bərabərdir. Bununla da bu. Deməli, AB bərabərdir CD, AC bərabərdir AD. Tamam. Bucaq CAD 40 dərəcədir. CAD. Bax, bura 40 dərəcədir. Lap yaxşı. Onda bura da 40 dərəcə olur. Çünki paralel düz xətlərin kəsənlə əmələ gətirdiyi bucaqdır. Oturacaqdakı bucaqları tapa bilərəm. Bax, bununla bunu tapa bilərəm. Necə? 180-dən 40-ı çıxaram, bölərəm 2-yə. Olar 70. Bax, bura 70-dir. Bura da 70-dir. Onda bura 30 dərəcə olacaq. Nəyə görə? Çünki bu da 70 olmalıdır. Bərabər yan trapeziyin oturacağı bitişik bucaqlar bərabər olur. Bizdən A, B, C-ni soruşur. Bunu soruşurmuş bizdən. Təbii ki, bu bucaq 110 dərəcə olur. Çünki bu da 110-dur. Olur 110 dərəcə. Belə. Növbəti sualımız 142-ci sual. 142. Deməli, kvadratdır. Bura 2. Deməli, onda bura 4-dür. Bura da 4-dür. Düzdür. Bizdən DF-ni soruşur. Hanı DF? Bu kiçik hissəni soruşur. Necə tapa bilərəm DF-ni? Bu balaca hissəni tapmaqla əslində tapa bilərəm. Gəl bunun şəklini çəkək birinci. Sonra bir yerdə fikirləşək. A, B,
C, D. 4, 4, 4. Burada 4. Onun səbəbini bildin. Aha, bunu bura birləşdirib bunun orta nöqtəsinə. Burada bir F nöqtəsi var. Bura E'dir. Bura F'dir. Tamam. İndi bunu bilirəm 2. Bura 4. BE'ni tapabıram. BE kvadratı bərabər 4'ün kvadratı üstə ilə 2'nin kvadratı. BE bərabərdir kök altda 20. Yəni 2 kökdə 5. Bunu da tapdım 2 kökdə 5. Mənə lazım olmayan hər şeyi tapmışam. F-dığımız D-F-ni soruşur bizdən. D-F bərabər sual. Bura bir X deyirəm. Burada bir 2'dir. Düzdür. Bu 4'ü buradan götürün. Aha. Burada 4'dür. Mən nə edə bilərəm? Onu seçərəm. Sonra nə fikirləşərəm? Bu mövzuda oxşarlıq keçməmişik. Amma burada oxşarlıq gəldi ağlıma. Nətər? Bax, bura 90 dərəcədir. Bura bir alfa desəm. Burada bir beta desəm. Alfa ilə betanın cəmsi 90 olur. Səbəb? Çünki 3'ünün cəmsi 180 olmalıdır. Ortada 90 varsa alfa ilə betaya 90 qalır. Onda burada 90'dır. Onda bura beta olur. Burada avtomatik alfa olur. Çünki burada 90'dır və alfa ilə betanın cəmsi bir-birinə bərabər olmalıdır. Oxşarlığa görə alfanın qarşısındakı 2'nin, bax burada alfanın qarşısındakı 2'nin, burada alfanın qarşısındakı x-a, burada alfanın qarşısında x-a nisbəti, betanın qarşısındakı 4'ün, betanın qarşısındakı 2'yə nisbəti bir-birinə bərabər olmalıdır. Buradan 4x bərabər 4'ə, x bərabər 1'ə. Oxşarlıqla çıxdı. Başqa cür fikirləşdim ki, çıxsın, alınmadı. Oxşarlığı da indi növbəti dərslərdə keçəcəksiniz. 143-cü çalışma. Düzbucaqlı trapesiyanın uzunluğu 4/6 cm olan kiçik diaqonalı. Gəl bir düzbucaqlı trapesiya çəkək. Bu düzbucaqlı trapesiyanın kiçik diaqonalı nə qədərdir? 4/6. Aha. Trapesiyanın 2 bərabər yanlı düzbucaqlı üçbucağa ayırır. Biri budur. Burada da ikinci bərabər yanlı düzbucaqlı üçbucaq ancaq belə ola bilər. Yaxşı. Təkrar edirəm. Biri budur. O düzbucaqlı üçbucağın. Biri də budur. İndi bu 4/6-dırsa kökdə 2'yə bölsəm bunu 4/3. 4/3 budur. Bu 4/6-dırsa təbii ki burada 4/6'dır. Və hipotenuz bunun kökdə 2 misli olur. 4/12 eləyir. 12'dən də kök çıxır 2. 4'ə vuranda olur 8/3. Bizdən nə istəyirdi? Bu trapesiyanın orta xəttini tapın. Artıq oturacaqlar var əlimdə. 4/3 biridir. 8/3 biri. Toplayıb 2'yə böləndə 12/3 bölünsün 2. Cavab olur 6/3. 143-cü sualda. 144-cü sual. 144. Oturacaqları 8-18 olan trapesiyanın yan tərəflərindən biri C cm, digəri oturacaqların həndəsi ortasına bərabər. Deməli, bir dənə trapesiyadır. Bu trapesiyanın oturacaqları 8-18'dir. Trapesiyanın yan tərəflərindən biri C'dir. Digəri oturacaqların həndəsi ortasına bərabərdir. Onda deyək ki, buna M desəm, M bərabərdir həndəsi ortası kök altında 8 vurulsun 10. 8. Bu da 144 eləyir. Buradan 12 çıxır. Deməli, burada 12'dir. Düzdür. C-nin mümkün ən böyük və ən kiçik tam qiymətlərinin cəmini tapın. C-nin mümkün ən böyük
və ən kiçik qiymətlərini nəyin tapın? Cəmini tapın. Mən C-ni necə müəyyən edərəm? Buradan bir paralel xətt çəkərəm. Bu 12-yə. Onda burada belə bir üçbucaq alınır. Tərəfləri 12, 18, burada 8-dir axı. Burada 8 olacaq paralel çəkdiyimə görə. Onda bu 18-i silirəm, buraya yazıram 10. Onda C üçün üçbucaq bərabərsizliyindən 12 ilə C 12 ilə 10-un fərqinin modulundan böyük, 12 ilə 10-un cəmindən isə kiçik olacaq. Yəni C böyük olmalıdır 2-dən, kiçik olmalıdır 22-dən. Deməli C ən azı 3, ən çoxu 21 ola bilər. Cəmin soruşur, cavab eləyəcək 24. 144-cü sualımızda. 145. Perimetri 48 olan parallelogram tərəflərindən biri 18-dir. 2 vurulsun 18 üstəgələk x. Digər tərəfini x deyirəm, bərabərdir 48-ə. 48-dən 2 gedir, 18 üstəgələk x bərabərdir 24-ə. X bərabərdir neçəyə? 6-ya. %46-cı çalışmamız. Deməli, romdur. BAD bucağını soruşur. BAD. Təbii ki, bu romdursa, burada 56-dır. Çünki rombun bütün tərəfləri eyni olur. İndi oturacaqlar 56, 56-dırsa 2 vuraq 56. 112 olur. 180-dən də çıxarsam 112-ni qalar 68 dərəcə. Cavab olar 68. 147-ci çalışmamız. Deməli, ABCD trapesiyasında hemen orta xətti BC parçasının uzunluğu AD və EF parçasının uzunluqları nədir ortasına? Aha. Şəklə əsasən BC ilə AD nisbətini gəl çəkək. Heç adam da axır suallarda belə qarışıq sual verər, verməz. Asan suallar ver, bitirək də bunu. Yordam əllicə bizə. Təbii ki, yorğunluğumuzun bu anında kanalımıza abunə deyilsinizsə, yaxşı, tamam, yorumlam siz, özünüz bilərsiniz. Abunə olsanız da sağ olun, olmasanız da. M, N, F, E. Gəl deyilənləri yazaq. Yazmasaq yadda qalan şey deyil. Hemen orta xətti BC parçasının uzunluğu, bax, BC bərabərdir. AD-lə AD üstə gəlinsin. FE-nin ədədi ortasına bölə 2. Onda 2 dənə BC bərabərdir. AD üstə gələk EF. Razısan mı? Razısan yəqin ki. Şəklə əsasən deyir BC bölünsün AD nisbətini neynə? Tap. Hələ ki, heç nə başa düşməmişəm. Şəklə baxıram. BC bərabərdir AD üstə gələk EF. EF. Aha. Bölə 2. Tamam. Mən bilirəm ki, bax, EF bərabərdir AD çıxaq BC bölək 2. Yəqin ki, bunu sən də bilirsən. Yəni, trapesiyanın orta xəttinin diagonallar arasında qalan hissəsi oturacaqlar fərqinin yarısına bərabər olur. Buradan 2 dənə EF bərabərdir AD çıxılsın BC. Gəl yazaq da bura Allah kərimdir. Bunun altına yazıram bunda. 2 dənə EF bərabərdir AD çıxaq BC. Gəl belə bir şey yazaq. Neyniyək? AD-nin aparmaq olar da burada. Aşağını mənfi 1-ə vursun, bu olacaq mənfi, bu olacaq müsbət, bu olacaq mənfi. Tərəf-tərəfə toplasan bunlar gedəcək. 2 dənə BC çıxılsın
2EF bərabərdir. Bu tərəfdə də EF qaldı. Bir də plus BC qaldı. İndi EF bu tərəfə, BC-ni bu tərəfə keçirdəndə 2BC bərabər çıxılsın BC bərabərdir EF üstə gələk 2EF. Deməli, buradan BC bərabərdir 3EF-ə. Onda BC, bax, buna K desəm, bu olacaq 3K. Bizə də deyirdi ki, BC bölək AD-ni tap. İndi biz AD-ni K-la ifadə eləyək, sonra tapaq da. Bunun hissələrindən birini götürürəm. Bax, yazıram burada. 2 dənə EF bərabərdir AD çıxılsın BC. Düzdür. EF-in əvəzinə K yazanda 2 vurulsun K bərabərdir AD. BC-nin əvəzinə də 3K yazanda buradan AD bərabər olur 5K-ya. Bax, gəlirəm burada BC bölək AD yazıram. Bərabərdir. BC-nin əvəzinə 3K. AD-nin əvəzinə də 5K yazıram. K-lar gedir 5-də 3. Yəni 0,6. Maraqlı sual idi. Belə. 3 bölək 5 də yaza bilərsiniz təbii ki. Növbəti sualımız 148. Diagonalı 12 cm olan düzbucağın tərəfinin orta nöqtələrini birləşdirməklə alınan fiqurun perimetrini tapın. Diagonalı 12-dirsə, bunun tərəflərin orta nöqtəsini birləşdirəndə bilirsiniz də parallelogram alınır. Hətta burada romb alınır. Xüsusi olaraq. Təbii ki, bu 12-dirsə, bu 6 olacaq. Bütün tərəflərdə 6 olduğuna görə 4 vuraq 6 olacaq 24. P bərabər olacaq 24. Bildiniz də niyə? Bu üçbucağın orta xətti olduğuna görə bu 12-nin yarısı olacaq. Hamısı da bir-birinə bərabər olacaq. Düzbucağın diagonalları bir-birinə bərabərdir axı. O birində baxanda bu da 6 olacaq, bu da 6 olacaq, bu da 4 6 eləyəcək 24. 148-də. 149. Deməli, bura 30-dur. Bu bərabər yanlıdırsa 180-dən çıxaram 30-u, bölərəm 2-yə. Onlar 75. Bax, bura 75-dir. Burada 75-dir. Bizdən BAC, bax, bu bucağı soruşur. Təbii ki, bu 75 olmalıdır. Onda bura 45 olur ki, 75 olsun. Cavab olur 45. 150-ci çalışma. Deməli, bura 75-dirsə, təbii ki, burada 75-dir. Rombdursa, onda burada 75-dir. Çünki rombun diagonalın bucağının təmbüləndir. Hündürlüyün soruşur. Bura 150 olduğuna görə bura 30 dərəcə qalır. Buradan hündürlük çəkəndə 30 dərəcəli bucağın qarşısında katet yaranır. Bura 12-dirsə, hündürlük də olacaq 6. Cavab olacaq 6. 150-ci çalışmada. 151-ci çalışma. Deməli, bura 12, bura 3, bura 45 dərəcə. Bizə nə deyir? A, B-ni deyir. Tapın. Deyəsən. Taparıq, A, B-ni taparıq. Niyə tapırıq ki, biz? Buradan bir dənə hündürlüyü endirsəm. İncimərsən ki, xeyr. Bura 45-dirsə. O da var da, düzdür. Bunu bilmirəm, axı nədir? Tamam, gəl bunun şəklini çəkək. Maraqlı suallar var axırda. Deməli, bu 12-dir. Bura E-dir. Buradan bura çəkib, buradan da bura çəkib. Bura 90-dır. Bu 3-dür. Bura 45 dərəcədir. Yenə deyəsən oxşarlığa gelib sıxacaq. Yaxşı da, yaxşı telefon. Bizcə dəqiqə. Nə eləyə bilərəm deyə fikirləşirəm. Birinci hərfləri yazaq. A, B,
C, D. Bura 12'dir. Düzdürmü? Bura 45 dərəcə. Bura neçə dərəcə olur? 45 dərəcə. Onda bura 90-dırsa, bura da təbii ki 45'dir. Düzdür. Bax, bura 90-dırsa, onda bura da 45 qalır. Düz. Onda bura da 45'dir. Əla. Deməli onda bura mən bir A desəm, bura da A olur. Bura 3 üstə gələk A-dır. Bura da 3 üstə gələk A olur. Bildin də yəqin ki nəyə görə? Çünki bərabər yanı düzbucaqlı tutsaxdır. Həm də bu qarşı tərəfləri bir-birinə bərabər olduğuna görə bura A plus 3'dür. Onda burada A plus 3 olmalıydı. Onda belə çıxır ki, bu 12'dirsə, bu 3 plus A da olmalıdır 12. Buradan 2A bərabərdir 9'a, A bərabər 4,5'e. Bizdən soruşur AB-ni. AB də 3 plus A-dır. 3 üstə gəlsin 4,5, cavab olur 7,5. Oxşarlığa getmədi. Əla. Bəli, yazanda görükür, yazmaq lazımdır. 152. 152. Deməli, düzbucaqlı trapesiyanın yan tərəfinə bitişik daxili bucaqları 5-7'dir. Bax, bir dənə düzbucaqlı trapesiya çəkirəm sənin üçün. Yan tərəfinə bitişik daxili bucaqların cəmi. Bu 5K'dır, bu da 7K. Bilirsən də cəmsi 180 olmalıdır. Onda 12K bərabərdir 180'ə, K bərabərdir 15'ə. Bu trapesiyanın ən böyük daxili bucağı 7K olduğuna görə 7 vuraq 15 olur 105 dərəcə. Növbəti sualımız 153-cü sual. İnsaf yoxdur da bunlarda, görsən. 153-cü sual adam belə salar. Deməli, şəkildə bu şəkli seçək. Bu şəkli seçmək işgəncədir. Deməli, belə, bu belə, görsən ki, sonra buradan belə bir xət çəkib, buradan da belə bir xət çəkib. Yaxşı, düz gəldi. Gərək Allah adamın işini avand eləsin. Bəli, bəli. Aha. Gəl hərfləri də yazaq. Əriməyək. Bilirəm, yorulmusan. Mən heç yorulmuram. Məsəla, yəni. Aha. Bunu buraya ilə. Çəkmədiyi xət qalmıb, yəni. Buradan da lap emin keçirdib. Tamam. Şəkildə çevrənin xaricinə çəkilmiş bərabər yanlı trapesiyanın yan tərəfləri 3x çıxılsın 3 və x plus 11'dir. Bax, bərabər yanlı deyir və 1'in 3x çıxaq 3 ilə təqdim edir bizə. 1'in də x plus 1 ilə, 11 ilə. Təbii ki, bunlar bərabər olmalıdır. Onda 3x çıxılsın x bərabərdir 11, üstə gəlsin 3. 2x bərabərdir 14'ə, x 7'dir. X 7'dirsə 3 vurulsun 7 çıxılsın 3. 3 7'nin 21, bundan da 3 çıxanda nə olur? 18. Düzdürmü? Bəli. Deməli, yan tərəf 18'dir. İndi uşaqlar, bu hissə 6'dırsa, bura 3 qalır. Toxunma nöqtəsinə qədər məsafələr eyni olduğuna görə burada 3 olur. Yan tərəf 18 olduğuna görə 18'dən 3 çıxanda bu olur 15. Təbii ki, bu da olur 15. Aydındır. Onda bu 15'dirsə toxunma nöqtəsinə qədər məsafələr yenə. Bu da 15, 15'dir. Hər şey çözələnib çıxır, görürsən. Onun oturacağına paralel və diagonallarının kəsişmə nöqtəsinə keçən MN parçasının uzunluğunu tapın. Diagonalların kəsişmə nöqtəsindən keçən MN parçasının uzunluğu haqqında bir dənə düstur var hazır. Əslində düstursuz falansız da oxşarlığını tapmaq olar. Bax, bu MN parçasının bu hissəsinə x desən, bu hissəsi də x-dir təbii ki. Onda x bölünsün, oturacaq 6'dır. 6 bərabərdir. 15 bölünsün 18. Buradan 18x bərabərdir 90'a, x 5'dir.
x 5-dirsə, onda mn bərabərdir 2 vurulsun 5 10-a. Biraz oxşarlıqdan istifadə elədim. Cavab olur 10. 153-cü sualda. Bu da belə. Növbəti sualımız 154-cü çalışma. Tərəfləri 2/3 nisbətində olan paralelogramın perimetri 60-dır. Onda 2k üstəgəlsin 3k vurulsun 2 bərabərdir 60-a. 10k bərabərdir 60, k 6-dır. Onda bir tərəf 2 vuraq 6, 12, bir tərəfi isə 3 vuraq 6, 18-dir. Və belə bir paralelogramdır bu. 6, deməli 12 burasıdır, 18 də burası. Diagonallarından biri 20-dir, digərini tapın. Deyək ki, bu 20-dir. O biri diagonala da deyirəm D. Mən bilirəm ki, D kvadratı üstəgəlsin 20-nin kvadratı bərabərdir 2 vurulsun 12-nin kvadratı üstəgələ 18-in kvadratı. Buradan D kvadratı üstəgəlsin 400 bərabərdir 2 vurulsun 144 üstəgələ 324. Buradan D kvadratı üstəgəlsin 400 bərabərdir 2 vurulsun deməli 468. Buradan D kvadratı bərabərdir deməli 2 8-in 16, 2 6-ın 12, 13, 2 4-ün 8, 9 çıxılsın 400. D kvadratı bərabərdir 536. Elə bu da olur D bərabərdir kök altda 536. Все. Və ən nəhayət gözlənilən an o sonuncu sual sizə təqdim olunur. 155-ci çalışma. Deməli, bu 6-dır, bu 8-dir. Gəl çəkək sonuncu sualda. A, B, C, D. Buradan belə bir şey çəkilib. Bura yazıb E. Bura 8-dir. Bura bilmirəm. Bura 6-dır. Bura 8 plus x-dır. Niyə ay müəllim? Çünki düzbucağın qarşı tərəfləri eyni olur. Bura da 6-dır. Onda bura 10-dur. Düzdür. Aha. Onda bu da 10-dur. Çünki özü verib bərabərliyin. Yəni 8 plus x bərabərdir 10-a. Onda belə çıxır ki, x 2-dir. Bizdən də soruşurdu ABCD düzbucaqlısının perimetrini. ABCD heç nə də burada x2-dir. Heç ehtiyac qaldı ki, bunu 10 tapmışam da. Bunu 10 tapdımsa perimetri də tapanda nə olacaq? 6 plus 10 vurulsun 2. Olacaq 32. Belə, bu da bizim sonuncu sualımız. Xeyirli olsun. Kanalımıza abunə olub bizi dəstəkləməyi, hamını bizim kanala dəstək olmağı, çağırmağı, təşviq eləməyi unutmayın. Bu dediklərim hamısı təbii ki, təmənnasız, pulsuzdur. Çox sağ olun. Növbəti izahlarda görüşərik.